Əgər pensiyaların artmağını istəyirsinizsə, kanala abunə olun və videonu bəyənməyi unutmayın. Hər ilin yanvar ayında ölkəmizdə əmək pensiyaları mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq indeksləşdirilərək artırılır. Bu proses Azərbaycan dövlətinin sosial siyasətində xüsusi yer tutur və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Qanuna əsasən, pensiyaların indeksləşdirilməsi hər ilin yanvar ayında həyata keçirilir və artım faizi bir əvvəlki ildə orta aylıq əmək haqqındakı artım göstəricinə uyğun olaraq müəyyən edilir. Beləliklə, pensiya alan şəxslərin gəlirləri əmək haqqındakı artımla paralel şəkildə artırılır və onların sosial vəziyyətinin daha da yaxşılaşdırılması təmin olunur. Məhz bu mexanizmə uyğun olaraq 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyaları yenidən artırılacaq. Artım yalnız müəyyən kateqoriyalara deyil, istisnasız olaraq bütün pensiyaçılara şamil ediləcək. Yəni yaşa görə pensiya alanda, əlilliyə görə pensiya alanda, valideynlərini itirdiyinə görə pensiya alanda bu indeksləşdirmədən faydalanacaq. Beləliklə, ölkə üzrə bütün pensiyaçıların əmək pensiyaları yeni ildən artımla veriləcək. Bu barədə Bakusa açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov geniş məlumat verir. Onun sözlərinə görə, pensiyaların indeksləşdirilməsi prosesi birbaşa əmək pensiyaları haqqında qanunun tələblərinə əsaslanır. Millət vəkili qeyd edib ki, bu dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biridir və əsas məqsəd vətəndaşların gəlirlərinin azalmamasını, inflyasiyanın təsirlərindən qorunmasını təmin etməkdir. Vüqar Bayramov əlavə edib ki, hazırda ölkəmizdə əmək pensiyalarının 3 əsas növü mövcuddur. Birinci növ yaşa görə əmək pensiyasıdır ki, bu pensiya yaşı tamam olmuş şəxslərə şamil edilir. İkinci növ əlilliyə görə pensiyadır ki, sağlamlıq imkanları məhdud olan şəxslər bundan yararlanır. Üçüncü növ isə valideynlərini itirməyə görə pensiyadır ki, bu da himayəsiz qalan uşaqlar və gənclərə dövlət dəstəyini əks etdirir. Deputat bildirib ki, bu üç pensiya növünün hər biri gələn ilin yanvarından etibarən indeksləşdirilərək artırılacaq. Qeyd olunub ki, bu artımlar 1.100.000-dən artıq pensiyaçını əhatə edəcək. Yəni ölkəmizdə əmək pensiyası alanların böyük əksəriyyəti bu prosesdən faydalanacaq. Bu, həm kəmiyyət, həm də keyfiyyət baxımından çox önəmlidir. Çünki dövlətin sosial siyasətinin geniş kütləni əhatə etməsi vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir. Deputat əlavə edib ki, pensiya artımları yalnız statistik göstərici deyil, həm də hər bir ailənin gündəlik xərclərinə, yaşayış səviyyəsinə bilavasitə təsir göstərir. Pensiyaların konkret artım faizi 2025-ci ildə orta aylıq əmək haqqındakı artım faizi əsasında müəyyən ediləcək. Hazırda il başa çatmadığı üçün bu rəqəm dəqiq məlum deyil. Lakin gözləntilərə görə 2025-ci ildə əmək haqlarında artım müşahidə olunur və ilin sonuna qədər bu dinamikanın davam edəcəyi proqnozlaşdırılır. Belə olduqda isə 2026-cı ilin yanvar ayından pensiyalar da eyni templə artırılacaq. Millət vəkili xatırladıb ki, bir neçə il əvvəl yalnız təxminən 100.000 vətəndaşın pensiyası indeksləşdirilirdi. Amma aparılan islahatlar nəticəsində artıq bütün pensiyaçılar bu prosesə daxil edilib. Bu isə sosial siyasətdə daha ədalətli yanaşmanı təmin edir. Artıq yaşından, statusundan və pensiya növündən asılı olmayaraq bütün pensiyaçıların pensiyaları indeksləşdirilir və hər il artım həyata keçirilir. Beləliklə, 2026-cı ilin yanvar ayından etibarən ölkə üzrə əmək pensiyası alan bütün vətəndaşların gəlirləri yenidən artacaq. Bu, bir tərəfdən dövlətin sosial siyasətinin ardıcıllığını nümayiş etdirir, digər tərəfdən isə yüz minlərlə ailənin gündəlik həyatına birbaşa müsbət təsir göstərir. Artımlar həm də pensiyaçıların gəlirlərinin inflyasiya fonunda dəyərdən düşməsinin qarşısını alır və onların sosial təminatını daha da gücləndirir.